Haqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsi Cənubi Afrika Respublikasının İsrailə qarşı qaldırdığı soyqırımı iddiası üzrə əsas məhkəmə baxışını 6 ay müddətinə təxirə salıb. Cross Media xəbər verir ki, qərara əsasən İsrailə müdafiə mövqeyini təqdim etmək üçün əlavə vaxt verilib. Məhkəmənin açıqlamasında bildirilir ki, bu müddət ərzində İsrail tərəfi irəli sürülən ittihamlarla bağlı ətraflı cavab hazırlamalıdır. Qeyd olunub ki, təxirə salma prosessual xarakter daşıyır və hələlik işin mahiyyəti üzrə heç bir qərar qəbul edilməyib. Xatırladaq ki, Cənubi Afrika Respublikası 2023-cü ilin sonunda İsraili Fələstin ərazisində, xüsusilə Qəzza zolağında soyqırımı törətməkdə ittiham edərək Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. İsrail isə bu iddiaları qəti şəkildə rədd edir, həyata keçirilən hərbi əməliyyatların özünü müdafiə məqsədi daşıdığını bildirir.